Sabahınız xeyirli olsun. Necəsiz? Sabahınız xeyir. Xoş Xoş gəlmisiniz. gördük. Xoş Dinləyicilərimiz də salamlayırıq, fürsətdən istifadə edib. Hər kəsin günü uğurlu olsun. Təşəkkür. Biz ümumiyyətlə bu belə deyək də retail bazarı haqqında danışacağıq. Yəni market belə deyək. El arasında insanlar daha başa düşürlər deyə market bazarları haqqında danışacağıq. Bir çox insanlar deyirlər ki, bu qədər market var və s. və laxır açılıb, amma məndə olan məlumata görə hələm də Bakı üzrə bu bir 20-30% bazarın boşluğu var ki, yəni bu tam olaraq dolmayıb. Düzdür yoxsa səhv deyirəm? Bir balaca düzəliş eləyəcəm. Aha. 30% rəqəmi doğrudur, amma ümumiyyətlə ölkə üzrə bizdə şəbəkələşmiş marketlərin toplam ticarət dövriyyəsindəki payı cəmi 30%-dir. Dolayısıyla buradakı boşluq əslində 70%-dir. 70% ümumilikdə. Hələ ki ciddi inkişaf üçün potensial var ölkəmizdə. Yəni ölkəmizdə bu potensial var Bəli. ki, şəbəkə marketləri yaransın Bəli. və inkişaf eləsinlər. Müqayisə üçün deyə bilərik ki, Amerika, Yaponiya kimi ölkələrdə şəbəkələşmiş marketlərin dövriyyədə payı 95%-in üzərindədir. Avropa ölkələrində, inkişaf etmiş Avropa ölkələrində bu rəqəm 90% ətrafındadır. Şərqi Avropa ölkələrində bu rəqəm 80%-in üzərindədir. Qonşu ölkələrimizdə Rusiya, Türkiyə, Gürcüstan bazarlarında bu rəqəm 65-70% civarındadır. Yəni bizim hələ ən azı qonşularımıza çatmaq üçün 2 dəfə bundan artıq yol qət etməyimiz gərəkdir. Mən elə bildim bizdə marketlər çoxdur. Görürsən bu mənə də elə Mən də- gəldi, amma əslində o deyil. belə bir məsələ var da. İndi deyirik müəyyən dərəcədə boşluq var, amma elə ərazilər var ki, orada yerləşən xüsusən də böyük marketlər şəbəkəsinin filiallarımı deyək, şəbəkələrimi deyək, ora daxil olanda görürsən ki, ümumiyyətlə alver yoxdur. Ümumiyyətlə o marketə girib çıxan adam çox nadir hallarda sən müşahidə edirsən. Bəs bu nə ilə əlaqədardır? Gəlin belə danışaq. Ümumiyyətlə alver yoxdur ifadəsi özü biraz ümumi bir məfhumdur. Biz belə deyək də sözü müxtəlif mənalarında işlədə bilərik və o alver yoxdurun həddi bəlli deyil də. Yəni misal şərtidir rəqəmlər. 1000 bəli, manatmı alver yoxdur, yoxsa 5000 manatmı və ya 3000 manatmı bu rəqəmlər şərtidir. Təbii ki, bütün bu məsələlər dayanır bazar araşdırmasına. O yerlər açılmadan öncə orada müəyyən bir bazar araşdırması olunur. Əhalinin sayı nəzərdən keçirilir, rəqiblərin sayı, potensialı rəqəm nəzərdən keçirilir və ondan sonra qərar alınır ki, biz burada mağaza aça bilərik. Və artıq bir neçə il öncəyə baxsaq, bizdə insanlar zamanı daha çox qiymətləndirməyə başlayıblar. Zamanlarını daha çox dəyər və qiymətini anlayıblar, belə deyək də. Avropa ölkələri bunu bizdən daha tez anlamışlar, amma biz son belə deyək bir 5 ildə bunu daha yaxşı hiss edirik ki, əslində zaman nə qədər dəyərlidir və ən azı sağlamlıq qədər bizim üçün vacibdir və bunun üçün insanlarımız da elə ərzaq, gündəlik tələbat məhsullarının alınmasında və ya xırda qeyri-qida məhsullarının alınmasında da daha çox özlərinə yaxın olan şəbəkə marketlərini seçməkdə maraqlı olurlar və buna görə də rəqabət düzdür, çətinləşir, artır, amma sonunda bir nüansı da qeyd etmək istəyərdim ki, bu rəqabət nə qədər artırsa, istehlakçının bir o qədər Xeyrinədir, xeyrinədir. Bu yaxşı bir məsələdir. Yeri gəlmişkən mən bir Ramməm dedi ki, belə bir araşdırmalar və s. və mütləq eləmək lazımdır. Marketə açmamışdan əvvəl həmin ərazidə. Mən təzəcə bu yaxınlarda bilmişəm ki, misal üçün elə rayon bizim belə az əvvəl misal üçün restoranlar dedi ya, biz sənin statistika komitəsi məlumat verib ki, misal üçün Səbail daha çox pul qazanıb və s. və laxır və marketlərdə də sən demə belə bir şey var. Misal üçün deyək ki, hər hansı bir X məhsulu, götürək meyvə tərəvəzdən, misal üçün bananı. Marketlərdə elə bir yerlər var ki, rayonlar üzrə. Misal üçün bu rayonda banan satılmır da. Yəni bu rayonun insanları banan yemirlər. Yəni hətta belə bir analitik datalar var, onun üzərində işləyirlər. Yəni varmı belə bir ölçü, yoxsa bu şayələr də hamısı? Bəli, ümumiyyətlə bu məsələni bir ingilislərin bir deyimi var, məşhur bir deyim, retail is detail. Yəni retail əslində detallardan ibarətdir. Bu detalların isə ən başlıcası və birincisi elə datalardır. Datalar burada aiddir həm məhsul dataları, həm müştəri dataları. Və təbii ki, biz burada ən çox satılan məhsullar hansılardır, ən tez-tez alınan məhsullar hansılardır, hansı məhsullar yalnız kampaniyalarda satılır və kampaniya bitən kimi demək olar ki, satışlar hətta sıfıra belə yaxınlaşır. Bunlar təbii ki, hamısı analizlər olunur və hansı məhsulu biz nə zaman kampaniyaya qoyacağıq,
hansı qiymətlə endirimə çıxacaq, ümumiyyətlə məhsulun rəf qiyməti necə olsun və s. Hətta məhsulun özünün rəfdə yerləşimi necə olsun, rəfin hansı hissəsində yerləşsin, neçə ön üz açılımı ilə yerləşsin. Bunlar hamısı təbii ki, o datalara dayanır və datalar bizə söyləyir ki, məhsul harda dayanmalıdır, hansı qiymətə satılmalıdır, hansı ərazidə siz bildirdiyiniz kimi müştəriyə necə daha çox və ya daha az təqdim olunmalıdır. Maraqlı məsələdir. Yəni bütün belə deyək də əhali psixologiyasını məncə retail bazarı daha yaxşı bilir də. Yəni bu məsələdə. Bəli, biz çünki birbaşa belə deyək, son istehlakçı ilə işləyirik və son istehlakçının gündəlik tələbat məhsullarını və xüsusən ərzaq, gigiyena, təmizlik vasitələrini təmin elədiyimiz üçün hər bir insanın belə deyək də ailəsinə daxil olub öz şəxsi tələbatlarını qarşıladığı üçün daha çox həssasdırlar insanlar bu məsələlərdə və elə heç şübhəsiz ki, sosial şəbəkələrdən də izləyirsiniz, bəlkə biz görə bilərik ki, ən çox tənqid olunan xidmət sektorlarında elə retail sektorudur. Təbii ki, bu bizim üçün çətindir bu xidməti təşkil etmək, bu keyfiyyəti qoruyub saxlamaq, amma həm də işimizdir və biz düşünürük ki, işimizdə kifayət qədər uğurluyuq və bu həm xidmət keyfiyyətini, həm məhsul keyfiyyətini qoruyub saxlamaqda maksimum çalışırıq və nail oluruq. Məktəblər başlayanda iki sektorda daha çox, bir retail sektorunu daha çox tənqid edir, bir də Təhsil Nazirliyini daha çox tənqid edirlər. Bu məsələ var, ortada bilinir. Mənim bir sualım var, bəlkə də indi bir çoxları deyək ki, mənim kimi bir həvəsli ola bilərlər, sahibkarlıq fəaliyyətindən başlamaq istəyirlər. Məsəl üçün Rəhman və hər hansı bir ölkədən bir məhsul gətirmək istəyirlər və deyək ki, ən azından sizin marketlər şəbəkəsinə paylamaq istəyirlər. Yəni, bu hansı addımlar atmalıdır? Yəni bir sahibkar nələri etməlidir? Bu haqda maraqlıdır. Çünki mənə gələn suallar çoxdur. Yəni, var elə insanlar ki, misal üçün məhsul gətirirlər, sonradan başlayırlar şəbəkə marketlərlə danışıqlara. Bu düzgündürmü, yoxsa yox səhvdir? Bəlkə insanlara bir məsləhət verəsiz. Yəni birinci şəbəkələrlə danışsınlar, sonra məhsul gətirsinlər ölkəyə. Əla. Belə bir məsələ. Çox təşəkkür edirəm sualınız üçün. Mən bu suala cavab vermədən öncə bu sualın əslində yaratdığı problemləri bildirmək istəyirəm. Burada problem nədir? Müqayisə eləyək ki, siz bir tikiş fabrikəsiniz. 100 ədəd kostyum tikirsiniz. Bəli. Hamısını qara rəngdə tikirsiniz və hamısını 2XL ölçüdə tikirsiniz. Sonra deyirsiniz ki, 100 kostyumum var 2XL-də. Görün bunu kimə sata bilərəm. Məlum olur ki, sizin bazar ümumiyyətlə Şərqi Asiya ölkələrində yerləşir və orada ümumiyyətlə o ölçüdə insanların sayı çox azlıq təşkil edir. Və ümumiyyətlə onların belə deyək də, indi misal olaraq, şərti olaraq deyirik, mədəniyyətlərində qara geyim ümumiyyətlə üstünlük verilir. Hə, sonra nə baş verir? Siz deyirsiniz ki, məhsul sata bilmirəm. Demək ki, bazar çox zəifdir. Burada qiymətlər bahadır, nə bilim müştərilərin arzulıq qabiliyyəti aşağıdır. Bəhanələr, bəli. Bunun həlli yolu nədədir? Həlli yolu öncə siz bazarı araşdırmalısınız. Ümumiyyətlə bazarda nə çatışmır? Tələbat nəyədir? Mən bu məhsulu gətirəcəm, hansı qiymətə gəlib mənim belə deyək də maya dəyəri üzərimə oturacaq. Yerli bazarda bu məhsul hansı qiymətə satılır? Bəlkə sizin gətirəcəyiniz məhsulun maya dəyəri rəf satış qiymətinə bahadır. Təbii ki, heç bir retail bunu sizdən almaq istəməyəcək. Və ya təbii ki, burada öncədən retaillarla əməkdaşlıq eləməkdə fayda var. Çünki retailda biraz öncə dediyimiz kimi data var. Alıcı kütləsi var, insanların maraq dairələri var, nələri daha çox alırlar, hansı məhsullara bir boşluq var rəfdə və s. Ondan sonra siz bu əslində bazarda qismən bir hissəsini eləyəndən sonra məhsulu gətirməyinizdə fayda var. Nəinki məhsulu gətirib retailə təklif etmək ki, məndə belə bir məhsul var. Retailin isə ümumiyyətlə o məhsula tələbatı və ehtiyacı yoxdur. Çünki istehlakçı onu istəmir. Bəli, istehlakçı onu istəmir. Ona görə bizdə bu çətinliklər baş verir. Yəni biz nəsə belə deyək də, əslində ən sonuncu görməyimiz, ən birinci görməli olduğumuz işi ən sonuncu görürük və bu da təbii ki, müəyyən çətinliklər yaradır. Amma retailin yerli istehsalda çox böyük önəmi vardır. Bu məsələlərin həllində yerli istehsala çox ciddi dəstək verir. Necə dəstək verir? Tutaq ki, bir kənd təsərrüfatı ilə məşğul olan bir fermer məhsulunu əkir, biçir və sonra hara satacağı barəsində düşünür. Amma retaillar özləri hətta gəlirlər o fermerin yanına, plan verirlər. Fermeri dolayısıyla planla işləməyə, tədarük zənciri sisteminə alışdırırlar və ona verdikləri plan əsasında hansı kalibrdə, hansı keyfiyyətdə məhsul istəyirlər və sonda hətta hansı qiymətə satmaq istədiklərini bildirirlər. Və fermer də ona əsasən işini qurur, məhsulunu istehsal eləyir və artıq heç biri onu düşündürmür ki, məhsulu kimə satacağam və hansı qiymətə satacağam.
rahat istehsal eləyəndən sonra elə o həmin retailın iri maşınları belə deyək, gəlir o fermerin qapısına, onun istehsal elədiyi məhsulları yığır, aparır, rəflərdə son istehlakçıya çatdırır. Dolayısıyla həm bunun tədarük zəncirini icra eləyir, yəni daşımasını, rəfləri çıxarılmasını, həm bunun marketinqini aparır. Yəni qiymət qoyma siyasətini müəyyən eləyir, alıcı kütləsini müəyyən eləyir, harda necə sərgilənəcəyi, harda necə reklam olunacaq fermerin heç bir bununla bağlı dərdi və sualı yoxdur. Həmçinin də digər kiçik istehsalçıların. Məsələn, siz görsəz ki, bu da heç sir deyil ki, beynəlxalq təcrübədən gəlir. Retailların özünün şəxsi markaları var. Bu hər bir şəxsi marka, hər bir retailı digər retaildan qismən fərqləndirir. Yəni istehlakçıya fərqli mallar belə deyək də təklif edir. Siz gəlsəz bizim şəbəkədə fərqli məhsullar görərsiniz ki, yalnız bizdə satılır. Digər şəbəkələrdə müəyyən fərqli məhsullar var ki, yalnız onlarda satılır. Bəli, bunlar da hamısı yenə yerli istehsalın inkişafına dəstək deməkdir. Kiçik bir sahibkardır, müəyyən bir qüvvəsi var, yaxşı istehsalat avadanlıqları var, amma onu istehlakçıya çatdırmaq üçün tədarük zənciri sistemi yoxdur, anbar sistemi yoxdur, marketinq komandası yoxdur, satış komandası yoxdur və s. Bunları qura bilərmi? Qura bilər. Amma bunun üçün də ona həm ciddi zaman ehtiyacdır, həm də əlavə, bəli, ciddi vəsaitlər ehtiyacdır. O gedib banklarda kreditə girməlidir, əlavə borclar götürməlidir və s. Amma retail bunların hamısını sıfırlayır. Məhsulun dizaynını da özü eləyir, hansı adda çıxacağını da müəyyən eləyir, ambalaj ölçülərini müəyyən eləyir, çöl dizaynını müəyyən eləyir. İstehsalçı yenə planla birlikdə sifariş verir. Yəni konkret ki, mən səndən bu dövrdə bu qədər məhsul alacağam. İstehsalçı da və həmçinin də istehsalçını yüksək keyfiyyətli standartlarda məhsul istehsal etməyə məcbur eləyir dolayısıyla. Çünki retailə daxil olan, rəfə çıxan hər bir məhsul müvafiq dövlət strukturlarının ciddi yoxlamasından keçir. Ciddi burada qanunvericiliyin tələb elədiyi aktlar və sənədlər tələb olunur. Və retail də həmin istehsalçıdan bu sənədləri öncədən tələb eləyir. Yenə bayaqki məsələ kimi məhsul istehsal olundu, sənədim yoxdur, anlayışı yoxdur. Məhsul olması üçün sənəd almalısan. Və daha keyfiyyətli məhsul ortaya çıxır. Daha münasib qiymətə məhsul ortaya çıxır. Yenə retail oradan malı götürür, öz anbarına yerləşdirir, anbarından mağazalarına dağıdır, mağazalarında daha yaxşı sərgilənmə eləyir, daha çox reklamını eləyir, daha çox istehlakçısına bunu təklif edir və rəfdəki digər müvafiq məhsullardan, hansı ki onlar ithal olunublar, burada müəyyən logistik xərclər və sair gömrük rüsumları olmadığı üçün daha münasib qiymətə istehlakçıya təklif olunur. Sonunda yenə dolayısıyla qazanan həm istehlakçı olur, həm istehsalçı olur. Bizdə əsasən məsələn bu kənd təsərrüfatında olan insanlar hansına razılıq verirlər? Özləri hamısını hazırlayıb gətirib təhvil verməyə, yoxsa retailın təkliflərinə dərhal hə deyirlər? Təbii ki, bu artıq biznes maraqlarıdır. Hər kəs daha çox qazanmağın marağındadır və fermerin də burada müəyyən bir belə deyək də gəlirli səviyyəsi var. O öz bilir ki, biznesini həyatda saxlamaq üçün bu növbəti illər yenə bu təsərrüfat işi ilə məşğul olması üçün müəyyən bir gəlir limiti var. Təbii ki, ondan aşağı düşməməyə çalışır. Mənə maraqlı ki, o stabil misal olaraq deyirəm. Stabil 10 manatı seçir, yoxsa özüm bunun hamısını eləyim, 25 manat qazanım düşüncəsi ilə yanaşır prosesə? Təbii ki, stabillik. Təbii ki, stabillik onlar üçün daha çox maraqlıdır. Çünki yenə deyirəm, kənd təsərrüfatı məhsullarının qalıb xarab olma və sair məsələləri var. Tədarük zəncirinin qurulması, soyuq zəncir sistemi tələb olunur. Bunlar da hamısı bahalı sistemlərdir və bir çox fermerlərdə bu şərait o qədər də imkanlar yüksək səviyyədə deyil. Retaillər onlara bu imkanları sağlayırlar. Onların məhsullarını daha uzun müddətdə saxlaması üçün, daha çox satış nöqtəsinə çatdırılması üçün və təbii ki, bu fermerlər üçün əslində daha qazanclı olmuş olur. Yəni burada başqa bir nüansa da baxaq. Biz bir məhsuldan 10 ədəd sata bilərik 20 manata, amma 100 ədəd sata bilərik 10 manata. Təbii ki, 10 manat ilkin başda az görsənmiş ola bilər, amma həcmə baxanda daha çoxdur. Və təbii ki, fermer də həcmə belə deyək də maraqlıdır ki, oradan dövriyyəni qazansın, gəlirini əldə eləsin. Mən vaxtımız var? Yox. Okey. Reklamlardan sonra onda qayıdırıq. Dostlar, xatırladım ki, verilişimizin baş sponsoru ABB-dir. Elə ABB də sahibkarlara kömək etməyə hər zaman hazırdır. Bax, az əvvəl Ramin müəllim dediyi kimi, siz ABB ilə əməkdaşlıq edib, ABB bizdən istifadə edib, biz sahibkarsınızsa, düzgün ölçüb bilsəz, retail sektoruna çox kifayət qədər rahat daxil ola bilərsiniz və öz məhsullarınızı retail vasitəsilə, yəni satışlarınızı həyata keçirə bilərsiniz.
xatırladım ki ABB biz mobil tətbiqini yükləməklə siz müəyyən imkanlardan istifadə edəcəksiniz. Orada hesabatların göndərilməsi və biznes məsləhətlər və digər məsləhətlər də var. Onlayn kreditdən də istifadə edə bilərsiniz. Bu əsas məsələdir. Birləşmiş sponsor Hyundai isə qışa hazırlıq kampaniyasını elan edib və deyir ki, əgər avtomobillərinizi gətirib bizim servisə qışla bağlı yoxlama gətirmək istəyirsə 30 dekabra qədər gətirin, çünki bizdə endirimlər var. 012 989 daha ətraflı məlumat əldə etmək üçün. Beko proqramın sponsorudur, hansı ki Beko məhsulları testdən keçirilir arçelik laboratoriyalarında, TÜV də nəzarət edir buna və məsələn bir soyuducunun rəfləri yüklənir, qapısındakı olan rəflər 300 min dəfə açılıb bağlanır. Əgər heç bir problem yoxdursa ondan sonra satışa göndərilir. Beko bir həyat tərzidir. Bütün elektronika mağazalarında Beko məhsullarını ala bilərsiniz. Qaldı Şərq Bazarı. Şərq Bazarı da sponsordur, hansı ki 100, 200 və 500 manatlıq hədiyyə kartları var. Gedin alın, ən yaxın adamınız və ya hədiyyə verməyə istədiyiniz adam kimdirsə, ona bu kartı verin, getsin Şərq Bazarından öz zövqünə uyğun bir qızıl məhsulu məmulatı seçsin və istifadə etsin. Ekzotik təbiəti ilə məşhur olan Tayland və bəyaz qumlu çimərliklərdən zövq alacağınız Maldiv adaları sizi gözləyir dostlar. Bunun üçün sadəcə olaraq Fly Dubai-a müraciət edə bilərsiniz. Verilişimizin sponsoru Fly Dubai. Daha ətraflı məlumat əldə etmək üçün bütün mobil operatorlardan və şəhər nömrələrindən 598 0598. Bir sual vermək istəyirdim. Yadıma gəlir ki, o vaxtları dövlət məsələ qarşı ekologiya ilə bağlı paketlərlə qiymətlər artıq qabaq pulsuz idi. Yəni retail sektor marketlər pulsuz verdi bu paketləri, amma indi pulla satmağa başladı. Təsir elədi bu, bir balaca nəsə köməklik elədi paket satışlarından insanlar azalması yoxsa yox? Elə bunu biz Ekologiya Nazirliyi ilə o zamanlarda görüşlər olanda, həm də İqtisadiyyat Nazirliyi ilə biz görüşlərdə olanda bunun fəsadlarını izah elədilər. Biz bunu xarici təcrübədən də görmüşdük ki, həm əsas məsələ ekologiyanın çirklənməsi və bütün beynəlxalq praktik araşdırmalar da göstərdi ki, bunun ödənişli etməkdən başqa çıxış yolu yoxdur. Və təbii ki, müvafiq qanunvericilik təsdiq olunandan sonra bizdə də marketlərdə bunu ödənişli etməyə başladıq, paketləri. Təbii ki, ilk başlarda müştərilər tərəfindən iradlar oldu, təpkilər oldu ki, bu da mı ödənişli oldu və s. məsələsi oldu, amma praktika göstərdi ki, elə həmçinin müştərilərimiz həm bizim üçün, elə ölkəmiz üçün faydalı oldu. Birinci növbədə biz müşahidə eləsə elə gözlə görərik ki, küçələrdə əvvəlki kimi biz uçuşan salafan paketləri artıq görmürük. Düzdür. Rəqəm ifadəsində isə minimum 30% civarında bir azalma müşahidə edildi şəbəkə marketlərdə. Bu sizə sizin öz təcrübəniz və öz marketlər şəbəkənizlə bağlı dediyiniz rəqəmdə 30%. Tək əslində elə öz marketlərimizlə bağlı deyil, elə ümumi marketlərlə bağlı müşahidə olunan haldır və həmçinin də ən maraqlı faktor burada müşahidə elədiyimiz nə oldu? Qanunvericilik belə deyək, təsdiqlənən kimi birinci növbədə şəbəkə marketlərdən də tez xırda marketlər həmən paketləri satışda etməyə başladılar. Sanki çoxdan gözləyirdilər bunu. Əslində belə hər kəsin gözlədiyi bir hal imiş və artıq biz müşahidələrimizdə də əsasında mağazalarda fiziki olaraq da bunu müşahidə edirik ki, insanlarımız deyək ki, daha çox eko-bio çantaların istifadəsində maraqlıdırlar və ya deyək ki, 3 eyni kateqoriyadan olan məhsulu bir paketə yığmaq mümkündürsə, əvvəl bunu 3 ayrı paketə yığırdıqsa, indi elə bir paketə də həqiqətən də yığılır. Burada da yenə müəyyən nüanslar var ki, paketin ödənişli olmasından bağlı təklif olunması, seçim məsələsi ki, neçə ədəd paket istəyirsə və s. Bunlar da hamısı belə deyək də psixoloji təsirlərdir alıcılara və amma həqiqətən də real rəqəm ifadəsində də və praktikada da biz bunun azaldığının şahidi olmuşuq. Mən misal üçün son belə deyək də Avropa səyahətlərimdən biri Berlindən söhbət edeyim, müşahidələrimdən, marketləri orada gəzirdim ki, özümə də maraqlıdır. Müəyyən marketlər görüm orada necədirlər və s. və axır görürdüm Ram bəyin sözünə qüvvət, yəni paketləri hələ qoyublar. Yəni aşağıda baxsam ki, paket harda daha aşağıdadır belə. Kağız kartondan olan paketlərdir. Və qiyməti də mən sənə deyim o qədər də ucuz deyildi. Hardasa
20 qəpikdə, yəni 20 sent avro ilə belə 25, 30, 35-ə gələm var idi, yəni satırdılar sənə. Bu nəyə gətirib çıxardı? Təbii ki, mən orada yaşamıram, amma orada yaşayan əhali, daha mütəmadi alış-veriş eləyən əhali hər gördüm ki, özündən bir torba zənbil gətirir və oraya yığır, torbasına yığır. Sonra yadıma düşdü ki, bu məsələlər bizdə də var idi axı o vaxtları. Zənbil məsələsi. Zənbil məsələləri var idi. Məsələn, təkərli zənbillər var idi. Gəlirdin, alırdın, yığırdın ora, çıxıb gedirdin də. Yəni bu əslində bu yaxşı bir məsələdir. Çünki Rambeyin sözünə qüvvət biz Bakı şəhərində artıq az görürük. Salfan paketdən uçansı, şükür Allah. Bunlar düzəlib və digər məsələlər, məsəl üçün retail sektor həm də ekologiya ilə bağlı təkcə bununla yox, digər tədbirlər də görürük. Məsəl üçün sizin şəbəkələr səhv etmirəmsə ağac əkmə kampaniyası olmuşdu. Böyük bir ağac var idi. Ekologiya ilə bağlı bir töhfələriniz olurdu. Bu haqqda, yəni növbəti addımlarınız nədir? Bu haqqda da zəhmət olsa hər hansı bir varsa, sir deyilsə indidən bir marketinq planını tam açıqlamayın, amma bir KSM deyək də, belə deyək də, korporativ sosial layihələriniz varmı bu haqqda ekologiya ilə bağlı? Əslində ekologiya və elə bu yaxınlarda COP29-un ölkəmizdə keçirilməsi iqlimin bizim həyatımızda ən vacib ünsürlərdən biri olduğunu sübut edir. Və bu tipli layihələr, ekoloji layihələr, iqlimin qorunmasına yönəlik layihələr artıq düşünürəm ki, KSM layihəsindən çıxıb hər birimizin bir fərd olaraq, elə bizneslərdə olaraq dolayısıyla öhdəliyimiz halına gəlibdir. Yəni burada artıq qlobal müzakirələrdən söhbət gedir. Yəni biz bunu təkcə bir neçə ağac əkməklə bitirmək fikrimiz yoxdur. Həm bu ağac əkməyin özünü davam elətdirmək niyyətindəyik. Bundan başqa bizim Ekologiya Nazirliyi ilə batareyaları toplamaqla bağlı bir lotereya tətbiqlərimiz var. İnsanlar gəlirlər Araz mağazalarında batareyaları təhvil verirlər. Daha sonra Ekologiya Nazirliyi onları toplayır və müvafiq olaraq onların belə deyək də təhlükəsiz şəraitdə təkrar emala cəlb edir. Çünki bilirsiniz batareyalar torpağa qarışmır və s. Suyun çirkləndirməsində ciddi mənfi mənada rolu vardır. Bundan başqa eko-bio çantaların təşviq olunması ilə bağlı bizdə müəyyən kiçik kampaniyalar olub, amma 2025-ci ildə biz bunu daha çox təşviq etməyin niyyətindəyik. Çünki bu yenə deyirəm, bir qısa müddətli deyil, uzun müddətli bir prosesdir. 2024-cü il ümumiyyətlə ölkəmizdə bilirsiniz ki, Cənab Prezidentin sərəncamı ilə Yaşıl Dünya naminə həmrəylik ili təyin olunmuşdu. Biz bu il ərzində siz dediyiniz kimi həm ağac əkmə aksiyalarında iştirak etdik, həm Xəzərin sahilinin təmizlənməsi aksiyasında iştirak etdik. Bundan sonra adımıza uyğun olaraq İmişli rayonunda Araz çayının sahilinin təmizlənməsi aksiyasında iştirak etdik və bu aksiyanı 2025-ci ildə də həm davam elətdirmək, həm də inkişaf elətdirmək niyyətindəyik. Mağazalarımızda isə təbii ki, daha çox eko-bio çantaların satışının təşviqi ilə ümumilikdə ekologiyamıza dəstək olacağımızı düşünürük. Mən bir şey də gördüm Avropada yeri gəlmişkən. Bunu istəyirəm sual verim ki, görürsən bizim bununla bağlı şirkətlər sizə müraciət edir, yoxsa belə bir eko aparatlardır, hansı ki sən su belə deyək də götürdüyün su butulkanı içəndən sonra təhvil verirsən, atırsan və sonra qəpik gətirir. Və mən görüm tutaq ki, misal üçün deyək ki, su 80 qəpikdirsə, sən mağazadan alanda orada kassada yazır ki 20 qəpik əlavə olundu. Sən bu butulkanı qaytaranda səndən 20 qəpik təzədən qaytarır. Belə bir şirkətlər varmı? Bir ara var idi bizdə. Bu eko boxlar deyirlər falan atma. Bunlar var, yəni yoxsa sizin onlar danışıqlara gedirlərmi? Yəni belə bir məsələlər inkişaf var, bəli, bu tipli layihələr var. Bunlarla biz danışıq belə deyək də prosesindəyik. Ümid edirəm ki 2025-ci ildə dediyiniz formata uyğun bizdə də müəyyən bir yeniliklər görə biləcəyik. İnşallah. Çünki o əla bir məsələdir. Məsəl üçün istehsalçı bilir ki, suyun əsl qiyməti 80 qəpikdir. Sən bunun qabına görə 20 qəpik əlavə ödəyirsən, alırsan indi. İşin qurtardığın evdə geridən qaytaranda misal üçün sənə həmin o 20 qəpik qaytarır ki, elə bir depozit alır da səndən əvvəlcədən ki, bu sənin marağın olsun ki, onu qaytarasan. Misal üçün mən Berlində gəzəndə elə insanlar var idi, baxırsan ki, yəni belə geyimi falan normaldır, amma hardasa nə bilim bu butulka falan gördüsə, götürür atır sumkasına.
gedirdi. Apar təhvil vermir. Bu nedir? Deyir, sən bizə nə qədər pul qazananlar var. Bundan turistlərdir də, aldı, içdi, qoydu, çıxdı, getdi. Yadından çıxdı. Məsəl üçün mənim kimi bir turist kimi maraqlı deyil axı. Bir həftədən sonra çıxıb qayıdırsan öz ölkəyə. İçirsən, yadından çıxır, yaxud da onun qanunvericiliyi bilmirsən, amma Alman bilir deyir bunu, orada yaşayan bilir. Toplayır, aparır, qaytarır. 20 belə deyək də sentdən öz pulunu geri alır. Yəni bu məsələlər var. Eko çantalar dediniz. Əslində mən məsələn o paketlərlə salafan paketlərlə bağlı qərarlar veriləndə düşündüm ki, hamının bir ayrıca eko çantası olacaq, amma deyəsən gözlənilən effekti vermədi. Biz bunun satışını, bunun təşviqini reallaşdırmaq üçün, daha geniş formada yaymaq üçün nə edə bilərik? Məsələn, mən çox nadir hallarda görmüşəm ki, kimsə eko çanta alsın, ondan istifadə eləsin. Burada vacib nüanslardan biri bizim ithal asıllığımızla bağlıdır. Əslində eko çantaların özünün yerli istehsalını inkişaf elətdirməklə biz o qiymətlərin aşağı salınmasına nail ola bilərik ki, istehlakçıların hər biri üçün daha əlçatan olmuş olsun. Bununla bağlı müvafiq dövlət qurumları ilə görüşlər olub, təkliflər verilib. Müvafiq dövlət qurumları bunun üzərində çalışmalar edirlər. Düşünürəm ki, növbəti il biz bunun faydalarını görmüş olacağıq və siz dediyiniz kimi, bəli, hələ də onlar ürək istənilən səviyyədə deyil, belə də eko-bio çantaların istifadəsi, amma bu yenə hamımızın əslində bir borcudur, biz onu təşviq edək. Biz öz şəbəkələrimizdə də müxtəlif dövrlərdə bunlarla bağlı müəyyən kampaniyalar eləmişik və növbəti dövrlərdə də kampaniyaları davamlı şəkildə edəcəyik ki, daha çox insanları təşviq etməyə bacaraq. Amma yəni burada ümumi köklü belə deyək, islahatlar aparılmalıdır. Yəni təkcə təşviqlə bu məsələ tam da düzəlməsi real görsənmir. Mən sözün açığı indi görürəm ki, misal üçün marketlərin özündə adi vitaminlər də satılır. Qabaq bizdə bu yox idi. Misal üçün sizin marketinq departamenti rəhbər etdiyiniz marketlər şəbəkəsində artıq görməyə başlamışam ki, müxtəlif qida əlavələri bunu deyək də, vitaminlər, misal üçün B1, A, C və s. və axır satılırdı. Bunlar daha çox genişlənəcəkmi artıq? Yəni bir insan marketə girəndə, misal üçün Avropada biz gələndə böyük bir supermarketlər şəbəkələrinə falan girəndə görürük ki, hər şey var. Yəni rahat, misal üçün geyimdən tutmuş, misal üçün adi bir vitamin və s. və axır alıb çıxa bilirsən. Yəni bizdə də bu konsepsiyalar genişlənirmi və artıq belə deyək də bir marketə girəndə hər şeyi görə biləcəkmi? Yəni bunun üzərində işləyirsiniz yoxsa yox? Cahit, mən bu suala cavab vermək üçün biraz istəyirəm geniş götürüm. Məsələ nədir? Biz millət olaraq, insanlar olaraq daha çox yemək, içməyə meyllik. Elə biraz öncə restoranlarda siz danışırdınız ki, Bakının hansı rayonlarında, elə Avropa ilə müqayisədə də bizdə insanlar daha çox mağazalardan almağa və evdə tükətməyə meyllidirlər. Xüsusən burada bilirsiniz, bizdə şəkərin istifadəsi çoxdur, ətin istifadəsi çoxdur, yağın istifadəsi çoxdur, amma son xüsusilə 2 ildə biz müşahidə edirik ki, insanların artıq sağlam yaşam məhsullarına maraqları artıb. Onların istehlakı artmağa başlayıb və siz mağaza şəbəkələrini gəzdiyinizdə də müşahidə edə bilərsiniz ki, artıq mağazalarda sağlam yaşam məhsullarının həm çeşidi artıbdır, həm onlara verilən yerlər artıbdır, həmçində bu tipli məhsulları biz daha çox kampaniyalarda, endirim kampaniyalarında görürük, promolarda görürük və bu strategiya sürətlə davam eləyir və inkişaf edəcək. Çünki artıq insanların, yenə deyirəm, alıcılıq qabiliyyətləri dəyişib. Onlar artıq fərqli yöndə məhsullar tükətməyə başlayıblar. Xüsusən də yeni gələn gənc nəsil, düzdür, müəyyən orada atışdırmalıq dediyimiz məhsullar var. Onlar hələ də rasionda qalıb və geniş şəkildə qalıbdır. Amma sağlam yaşam sürətlə bu məhsulların yerini əvəz eləməyə davam edir və siz dediyiniz bir çox məhsullar da o sağlam yaşam kateqoriyasının içində olduğu üçün dolayısıyla deyə bilərik ki, bəli, burada bir genişləməni müşahidə eləyəcək bizim istehlakçılarımız yaxın dövrlərdə. İnşallah. Xeyirli olsun. Bir dənə də sual verirəm Rəhman. Onunla da mən yekunlaşdıram suallarımı. Həmişə mənim maraqlı olub məsələ. Bax, misal üçün deyək ki, hər hansı bir istehsalçıyla siz anlaşma yapırsınız və o məhsullarını sizə verir, çatdırır və təbii ki, onunla qanuna uyğun olaraq sertifikatları varmı, digər sənədləri alırsınız. Həmişə mənim bu sual maraqlandırıb da. Misal üçün alıcı gedib alanda nəyisə açanda, paketin içindən nəsə çıxanda ittiham eləyir retail sektorunu. Ki, görün nə sat. Amma əslində
bu siz axı paketin içində belə deyək də daxil olub hər dəfə bu qədər məhsula baxa bilməzsiniz axı nə qədər var. Nə dərəcədə bu yəni düzgündür ki, retail sektoru tam olunsun da. Yəni əslində istehsalçı da tam olmalıdır. Market şəbəkəsi nə bilsin ki, o deyək ki 100 palet nə bilim paketdə nə bilim hər hansı bir məhsul gəlib, onun bir-bir içinə daxil olub baxmaq imkanı yoxdur axı. Ümumiyyətlə siz bu məhsulları qəbul edəndə, yəni nəyə baxıb fikir verib vitrinə qoyursunuz? Yəni sizin işiniz harda bitir? Bax onu bilmək istəyirəm. Okay, əla. Bizim qaydalara uyğun olaraq məhsulun müəyyən istifadə müddətinə, hətta istifadə müddəti bitib yox. İstifadə müddətinə müəyyən bir dövr qalmış, ümumiyyətlə mağazaya girişini yasaqlayırıq. Yəni mağaza mal qəbul prosesində bir-bir bütün məhsulların son istehlak tarixinə baxır. Yəni son nə vaxta kimi sata bilər, müəyyən bir faiz nisbətindən aşağı biz malı mağazaya daxil eləmirik. Bu birinci məsələ. İkinci bir məsələ, hər bir məhsulun üzərində saxlanma şəraiti qeyd olunub və temperaturu qeyd olunub. Biz həm daşımada, həm mağazada saxlanmağa, bu qaydaları pozmamağa bir mənalı riayət edirik. Yəni məhsul mağazada hansı şəraitdə saxlanmalıdır. Təbii ki, burada müəyyən individual problemlər də olur. Deyək ki, müştəri malı mağazadan aldıqdan sonra, yəni kassadan çıxdı, getdi, tədarük zənciri pozuldu istehlak eləyənə qədər. Təbii ki, onun ağzını açanda içində uyğun olmayan bir hal görmüş ola bilər. Bu məsələ olmuş ola bilər. Yəni adətən istehsaldan dolayı və ya mağazada saxlanma şəraitindən dolayı baş verən bu kimi xətalar çox az olmuş ola bilər, çox nadir hallarda olmuş ola bilər, amma təbii ki, istehlakçısını da biz burada belə deyək də qınaya bilmərik. O məhsulu məndən aldığı üçün sizi tanıyır deyə ona görə. Məni tanıyır. Birinci növbədə məndən tələb eləyir. Mənim də borcumdur ki, ona sağlam və keyfiyyətli məhsul satım. Amma bəzən təəssüf ki, bizdən asılı olmayan səbəblərdən bu problemlər baş verə bilmiş ola bilir. Biz bütün hallarda istehlakçılarımızın marağının qorunmasının tərəfindəyik. Onların necə deyim, keyfiyyətli məhsul təmin etmək bizim əsas vəzifə borcumuzdur və biz bunu qorumaq üçün düzgün tədarük zəncirinin qurulmasında maraqlıyıq və bunu icra etmişik. Bundan əminik və istehlakçılarımız da bizdən alış-verişdə əmin ola bilərlər ki, burada tədarük zənciri prosesində mütləq əməl olunur. Son dövrlər istehlakçıların yaşadığı başqa bir problem də var idi. Sözdən çıxıb əksəriyyətimizin bu qaydadan, bu qanundan xəbərimiz yox idi. Məsələn, indi marketin içində məhsul seçirsən, ayağın dəydi hansısa butulkaya düşdü, sındı. Bəzi marketlərdə o pulu müştəridən alırdılar. Təzə-təzə bu söhbət gündəmə gəlib deyə hamı başlayıb məsələdən xəbərdar olmağa ki, əslində təsadüf nəticəsində, məsələn, sənin ayağın hər hansısa bir şüşəyə dəyirsə, hər hansısa bir məhsulu xarab edirsənsə, o müştəri olaraq sənin boynunda qalmamalıdır. Bizim marketlər, mağazalar, söhbət sizdən getmir ümumiyyətlə, ümumi bazardan gedir. Buna əməl eləməyə başlayıblar, riayət eləməyə başlayıblar ki, həmin məqamda müştərini səhv çıxartmasınlar. Burada ümumiyyətlə bir məsələ var. Qanunvericiliyin tələbini xahiş edirəm düzgün çatdıraq. Mülkün toxunulmazlığı prinsipi var burada. Yəni istər bilərəkdən, istər təsadüf nəticəsində əmlaka ziyan dəyibsə, ziyan verən şəxs ödəməlidir. Yəni düşünün ki, biz yolda maşınla gedirik. Qanunvericilik bunu deyir, bu deyil. Yox, mağazalarla bağlı. Elə mağazalarda da eyni haldır da. Yəni təsadüfən siz deyək ki, maşında əyləc yerini qazıb deyək ki, vura bilərsiniz, gəlib mağazaya maşınla daxil ola bilərsiniz. O da təsadüfdür. Onu da deyək ki, market burada niyə tikilmişdi ki, mən maşınla gəlib mağazaya daxil olurdum. Eyni halda mağazanın içində. Amma təbii ki, burada vacib olan nüans istehlakçı maraqlarının qorunmasındadır, müştəri maraqlarının qorunmasındadır. Biz müştəri perspektivindən baxanda biz öz mağaza şəbəkələrimizdə təlimatımız, yəni daxili təlimatımız da belədir ki, bütün hallarda müştərinin marağını təmin etməkdə maraqlıyıq və istehlakçının deyil, mağazanın belə deyək, ziyanına biz o məsələni həll edirik. Bu bir mənalı belədir və düşünürəm ki, digər şəbəkələrdə də aşağı-yuxarı bu prinsiplər qorunur. Yəni heç kim istehlakçını incitmək marağında deyil. Onda mən belə başa düşdüm ki, əslində məsələn, söhbətin dərinliyinə getsən, orada müştəri haqsız çıxa, yəni müştəri dəyən ziyanı ödəməlidir istənilən halda. Qanunvericiliklə bəli. Bəs orada rəflər falan düzgün qurulmayıbsa, ondan məsuliyyəti kim daşıyır? Olur, artıq hamısı müzakirə mövzusudur. Yəni bu iş əgər biraz da dərinliyə getsə, məhkəmə müstəvisinə getməlidir, araşdırmalıdır, mübahisəli mövzulardır. Amma təbii ki, indi orada bir
müəyyən bir dəyərdə bir su qırılıbsa, indi başa düşürük ki, insan faktorudur. Heç bir müştəri də gəlib qəsdən Yaxşı ki, bunu dedik. Çünki təsadüfən olur. Yəni belə deyək də 99% hallarda bu təsadüf nəticəsində olur. İndi bu da normaldır və biz də müştərilərimizi incitmirik ki, insan gəlib bizdən alış-veriş eləsin. Dolayısıyla bizim qonağımızdır. Belə götürək də. Yəni qonağımız gəlib evdə 50 il işi bizim bir stəkanımızı sındırıb. Yəni biz mütləq qonaqdan tələb eləmirik ki, sən bu stəkanı mənim üçün almalısan təzəsini. Təbii ki, onu özümüz həll edirik, lazımsa özümüz təzəsini alıb yerinə qoyuruq. Biz mağazalarımızda da eyni bu şəkildə müştərilərimizə yanaşırıq. Yəni çünki qonağımız kimi mən fikir verdim bu söhbət çıxandan sonra bilmirəm Cavid sənin rastıva gəldi yoxsa yox. Fərqli yanaşmalar var idi xüsusən də hüquqşünaslar tərəfindən. Mən bir neçə yazını oxumuşdum sözün açığı. Orada istehlakçı haqlıdır bu situasiyada belə bir yazılar var idi. Hətta mən onları tapıb sizə göndərə də bilərəm ki, ola bilər bu cür yanaşmalar fikir ayrılığı, çaşqınlıq yarada bilər. Yaxşı ki, danışdıq məsələni bağlı. Ola bilər, amma yenə deyirəm, bizim bir mənalı yanaşmamız belədir ki, müştəri hər zaman haqlıdır da, yəni. Yəni sonunda müştəridir də, yəni biz ona düzgün xidmətdən danışırıq, müştərinin məmnuniyyətindən danışırıq, amma hər xırda müştərinin bir hərəkətinə görə, bizə dəymiş ziyana görə də müştərini suçlamış olsaq, bu artıq inkişafdan söhbət gedə bilməz. Gedə bilməz, bəli. Elə müştərilərin də əslində biraz qlobal baxsaq, marketlər şəbəkələrini seçmələrində səbəblərdən biri bu olmalıdır ki, orada satılan hər bir məhsulun, göstərilən hər bir xidmətin arxasında bir şirkət dayanır və bir marka dayanır. Təbii ki, heç bir marka və heç bir şirkət hər bir xırda məsələyə görə özünə ziyan dəysin istəməz. Və bütün hallarda biz əslində dolayısıyla elə istehlakçının tərəfindəyik. Xüsusən marketoloqlar ki, müştəri bizim əsas işimizdir. Bəli. Biz elə həm də şirkətin içində müştərimizin səsiyik ki, onların maraqlarını qoruyaq. Və düşünürəm ki, istehlakçılarımız da bizi bu xüsusiyyətlərimizi bilirlər və elə ona görə bizi seçirlər. Siz bunu bacarırsınız. Nə yalan deyim. Çox sağ olun. Təşəkkürlər. Gününüz uğurlu olsun. Mən təşəkkür edirəm ki, bu səhəri bizimlə bərabər açdınız. Xatırladım ki, dostlar, Ramil Ağayev idi. Aras Supermarketlər şəbəkəsinin marketinq departamentinin rəhbəri, müdiri və biz tel bazarından söhbət elədik və bu arada yeri gəlmişkən bizim bütün danışıqlarımızı kimsə qaçırıbsa, kiməsə maraqlıdırsa, izləmək istəyirsə, bütün bir neçə dəqiqədən sonra Hafta FM bütün podkast proqramlarında o cümlədən YouTube-da da izləyə bilərlər.